Küləyin səsi. Bir gün Aysu məktəbdən evə qayıdanda güclü bir külək əsdi. Külək elə bil onunla danışırdı. Qız dayanıb qulaq asdı. "Məni eşidirsən?" sanki külək pıçıldadı. Aysu təəccübləndi, amma maraqla cavab verdi. "Kimsən?" "Mən küləyəm. Mən dünyanı gəzib, insanların dilə gətirmədiyi arzuları eşidirəm." Aysu bir anlıq sustu. Çoxdan bəlkə də heç kim onun nə istədiyini soruşmamışdı. "Mənim arzum cəsarətli olmaqdır," dedi o asta səslə. Külək biraz gücləndi, saçlarını yellədi və dedi. "Onda sabah sinifdə sənin səsini hamı eşidəcək." Səhəri gün Aysu müəllimdən icazə alıb sinif qarşısında danışdı. İlk dəfə öz fikrini açıq dedi. Əvvəl əlləri titrəyirdi, amma sonra küləyin səsini xatırladı və öz-özünə dedi. "Mən bacararam." O gündən sonra Aysu artıq qorxmurdu. Hər dəfə imtahanda, yarışda və ya çətin bir vəziyyətdə o pəncərədən gələn yelə gülümsəyirdi. Bilirdi ki, külək hələ də onu eşidir.